Kung Fu Panda 4 Azərbaycanca dublaj və parodi. Skaduş. Ay mama! Çağıray zaman. Hamınıza salam xiyarlar. Mən gəldim. Taylong. Yox, bu ola bilməz. Mənə qarşı bəşən, yoxsa axırı pis qutaracaq. Salam olsun kivilərə, petqalar. Oy, keçilər. Sizin hər nə qədər hörmətiniz olsa da, Ronaldo kimi kişinin editində olsanız belə, siz mənim xiyarımın tikanı dolanmazsınız. Yağlı kətə, yanında sumak, kola, yaxşı, Angela White, Sweetly Fox. Ayçına poxuya. Aqa, sən protein al. Eləyirəm, alınmıraq. Fəhlə adamam. Ola bilər, amma həyatın qoz kimi yaşa. Sakit olun da xiyar. Görmürsünüz, iş başındayım. Bu kimdir? Sən iş səsin mənəm. Az kişi deyə bu. Bunun səs mənəm. Həqqəyə, görüm mən. Qaqa, o nə səsdir? Ada. Sən nə qarsan, hə? Bədə. Qaqa, sən canı pis. Ay, bilət. Gedin, nana bilət. Dərin bir səssizlik. Kainat. Sən, qaqa. Keçən səfər futbola niyə gəlmədin? Oy, bəri bax. Ay, xiyar, mənəm də, mən. Başa düşdək, dəkərsən sən. Az yaxşı, başım bıraq, lazım olmadı. Yaxşı, ged işinlə ol. Mən də burada TikTokda canlı açacağım, kişilər gəlib mənə hədiyyə atar. Az yaxşı sən Allah, yaxşı, başa düşdüm. Sən nə deməyə çalışsan, qızıfsan. Ay, sağ ol. Oy bilə. Sən nə qarsan ha burada? Heç, bacım deyirdi ki, botoks elətdirmək istəyirəm. Yox, bu olanmaz. Elə mən də elə dedim ki, qohum əqraba pis baxar, eləmə elə şey. Ay, sağ ol oğulsa, yaxşı tərbiyə vermişəm. Həmişə pajın üstündə dur. Çünki sən peysər deyilsən. Ay dədə, nə olar ki, bütün sinif yoldaşlarım geyinir, sənin indi mayk koymusan. Yox, qutardı ta. Qızıma bax dənə. Mən kulturlu qızam da. Pox, ay. Bu qız bizi kəndə biabr eləməsin, ehtiyatlı ol. Özün bilsən, sən qeyrətli uşaqsan. Gedib şəhərə çıxacağım. Daşıb peysərdə yanında gedir. Ay, qeyrət. Qeyrəti nədir, mən elə şey bilmirəm. Pensiyanı al özünə günahla. Verdiyim süt sizə harab olsun, ay peysər. Sağ ol, ay kaftar. Get götürə duman al. Mən mini də gələcəm. Qeyrətinə qurban, gəldim. Şunu ben alayım. Deyəsən bu sənə də qaqa. Götür. Xeyir işlərə xəşdə. Az, oğurluq eləmət demədim sağ. Deyəsən bunun üçün gec oldu. Sən adam olsaydın, heç bir şey olmazdı. Az ehtiyatlı ol. Abudu futu şari, metu tapari fari, aritu maritu şabülühü. Panda qayıtdı. Alacaq. Nəysə, deməli o müjdə olacaq. O uşaq, deməli, o gördüyünüz muştuluq olacaq. Mən usta Fabiləm, Poxun müəllimiyəm. Yəni, mənə qarşı çaşmayın. Amma bilmirəm,
O hardan öyrənib bilmirəm, amma bir dənə fəndim öyrənənmədi. Mən ondan fərqli olaraq adamın içalatını bağırsağına doldurub, sonra təzədən geri sıçdırıram. Ona görə mənə qarşı çaşma. Brat! Nəysə, mən ciddi oğlanım, yəni mənə qarşı çaşanmazsınız onsuz. Prost xəbərdarlıq edirəm də, birdən bu mamaça sizin xaltanızı boş bıraxar, cümüv eləyərsiniz. Sənə gizlənmə, burada gözdən söz danışdım mən. Burada film haqqında məlumat verəcəm. Bu film Kung Fu Panda'nın 4-cü filmidir. 8 mart 2024 tarixində çıxıbdı. Kung Fu Panda burada başrolumuz yeni bir kərtənkələ ilə döyüşür və bildiyimiz kimi Kung Fu Panda'nın ilk filmlərindən Kung Fu Panda əjdarha döyüşçüsü olur və bu filmdə özünə yeni bir əjdarha döyüşçüsü tapmalı və öz varisini qeyd etməlidir. Bir də onu deyim ki, filmin qrafikləri və ssenariosu yaxşıdır. Filmin IMDb balı 6.3-dür, professionallar tərəfindən %72% yaxşıdır. Və sıradan izləyicilər tərəfindən də 100 üzərindən 89%lik yaxşı bir yorum kütləsi toplamışdır. Döyüş səhnələri xüsusilə işlənib, çox qəşəng səhnələri var. O cəhətdən insanı cəzb eləyir. Film haqqında çox spoiler vermək istəmirəm. Filmin qrafikası çox yaxşıdır və döyüş səhnələri üzərində çox işlənilib və onu da deyim ki, filmin tamamilə öz ssenariosundan kənara çıxaraq özümün qurlaşdırdığım senaryo ilə danışıram və sizin əylənməyiniz üçün gülməli eləyirəm. Biraz əyləncə qatıram içinə və izləməyi də tövsiyə edirəm. İzlənməyə dəyəcək bir filmdir. Nağardınızmı? Sən kimi kişiləri başdan çıxartmaq asandır. Yaxşı tərəfi də odur ki, məndədir bu zopa. Ma gəlin, qapı açıl və yekəpər erkəyimi gətir mənə. Qozağa boy yapar, vilham verməliyəm.